Salam əziz balacalar, necəsiniz? Mən bugündən sonra sizə 1-ci sinifin 1-ci hissəsindən başlayaraq çalışmaları izah edəcəm. Ailə və məktəb bölməsindən çalışma 1-ə baxaq. Sizcə baba ilə nənə Ramini necə təbrik edirlər? Gördüyünüz kimi uşaqlar şəkildə verilib ki, baba ilə nənə Raminə hədiyyə alıb. Sizə də nə hədiyyə alırlar? Öz ailə üzvləriniz haqqında danışın. Sizin nənəniz, babanız, atanız, ananın, bacı-qardaşlarınız haqqında kommentlərə qeyd edərsiniz. Neçə ailə üzvünüz varsa yazarsınız. Digər buradakı şəkillərə baxaq. Raminlə anası məktəb çantasına hansı əşyaları yığırlar? Uşaqlar burada məktəb ləvazimatlarını yığırlar. Ramin və atası nə edirlər? Uşaqlar burada gördüyünüz kimi bu kiçik hərflər sayəsində Ramin sözünü düzəldiblər. Digər tərəfə baxaq. Uşaqlar, hərfləri xatırlayaq. Məsəl üçün, ana, baba, nənə, Ramin, ata, Zəhra. Siz də mənim kimi oxuyarsınız. Aşağıdakı kimlərin şəkli verilmişdir? Onların adlarının ilk hərfləri ilə uyğunlaşdırın. Məsəl üçün, birinci ana. A-nı birləşdirəcəksiniz uşaqlar. Gəlin sizə birləşdirib göstəreyim. A, ana. Sonra Ramin. Ramini də böyük R-yə birləşdirək. Çünki Ramin insan adı olduğuna görə böyük hərflə yazılmalıdır. Üçüncü şəkil nənə verilib. Nənəyə birləşdirin N hərfin. Dördüncü şəkil isə babadır. B-yə birləşdirəcəyik. Hansı hərflə başlayırsa ona birləşdirirsiniz uşaqlar. Uşaqlar, deməli ki, çalışmasındakı tapşırığa baxaq. Sözləri oxuyun. Məsəl üçün, an, ana, banan, bazar. Uşaqlar, siz də mənim kimi bu cür oxuyarsınız hecalara bölərək. Uşaqlar, 3A tapşırığına baxaq. Şəkildəki varlıqların adlarını deyin, seçilmiş hərfləri səsləndirin. Məsəl üçün, uşaqlar, ev, seçilmiş hərfimiz E-dir. Ərik, seçilmiş hərfimiz Ə-dir. Soğan, S, şir, Ş. Uşaqlar, siz də mənim kimi digərlərini də belə səsləndirərsiniz. Uşaqlar, B tapşırığında isə çatışmayan hərfləri tapın. Məsəl üçün, burada ilan, siçan, ayı, eynək, fil, əlcək qeyd eləyərsiniz uşaqlar. Sözləri oxuyun. Nanə, nənə, bibi, bir. Siz də mənim kimi belə hecalarda oxuya bilərsiniz uşaqlar. Hecalarla oxuyun. Uşaqlar, deməli 4A tapşırığına baxaq. Şəkildəki varlıqların adlarını deyin, seçilmiş hərfləri səsləndirin. Birinci sözümüz limon, L hərfi ilə başlayır. Odun, O hərfi ilə başlayır. Ördək, Ö hərfi ilə başlayır. Turp, T ilə başlayır. Cücə, C ilə başlayır. Həkim, H ilə başlayır. B variantı çalışmamıza baxaq. Şəkillərin altında verilmiş sözləri oxuyun, onların ilk hərflərinə görə uyğunlaşdırın. Məsəl üçün, uşaqlar, Cəlal C hərfi ilə, Lalə L hərfi ilə, Tahir isə T hərfi ilə başlayır. Gəlin birləşdirək. Məsəl üçün, Cəlalı C hərfi ilə başlayan coraba birləşdirəcəyik. Laləni L ilə başlayan lendə birləşdirəcəyik. Tahiri isə T ilə başlayan telefona birləşdirəcəyik. C tapşırığımızda isə tor, torba, tar, səttar, tac, el-tac, hələ, tələ, hər, səhər, səhnə, həsən kimi hecaları ayıraraq oxuyacaqsınız. Sağ olun uşaqlar, salamat qalın.